Əziz izləyicilərimiz, hal-hazırda Ağcabədi rayonunun Kəhrizli kəndindəyik. Bugünkü gündə silaha sarılıb bu döyüşlərdə qəhrəmanlıq göstərən qəhrəmanlarımızdan biri də Qəhrəmanov Namiq Vaqifoğlu'nun ocağındayıq. Bu kənddə də elə bugünkü gündə bu qəhrəmanımızla bərabər iki qəhrəmanımız da var ki, Əliyev Elşən və Qəhrəmanov Qaraxan da bugünkü gündə bununla bərabər döyüşlərdə olubdur. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah bağlı qalan qapıları açsın. Yanvarın 4-ü 2026-cı il. Bugünkü gündə də özümüzə boş bildik. Bax, bu qəhrəmanımızın qəhrəman anasını ziyarət etməyi özümüzə boş bildik. Sabahın xeyir olsun ana. Ana, özümüzə boş bildik sizi ziyarət etməyi. Çox sağ ol. Qəhrəmanımızın qardaşları, doğmaları, əzizləri hal-hazırda bu kənddə o qəhrəmanlarımızın adına ucaldılan abidənin ziyarətindədir, orada keçirilən tədbirdə iştirak edir. Ana səhhətində olan problemlərə görə ana orada iştirak edə bilmir və biz gəldik ki, ananı ziyarət edək. Ana buyur, bugünkü gün ağır gündür, amma qürur verici gündür. Ağır gündür. Geldiğiniz için teşekkür ediyorum. Çok sağ olun. Allah bütün arkamızda duranın arkasında dursun. Bizi ziyaret edenlere de Allah kömək olsun. Prezidentimize de Allah kömək olsun. O benimle beraber bu şehit analarımın, şehit kardeşlerim, şehit bacılarım bu gün ben hamsının anasıyam, hamsının bayısıyam. Ben çok sevinirim ki neler. Gelip beni ziyaret edip, beni yoklayanlar için çok teşekkür ediyorum. Özüme boş verilen ki onlara da çok sağ olun diyeyim. Çünkü onların da eziyetleri var, onların da şehitleri var, onların da iştirakçıları var. Torpağın alınmasında büyük köməkləri var. Çok söz diyebilirim ama danışa bilmiyorum, danışmağıma çətinlik getirir. Ağlama. Ben sizden önce yukarı Gəmadlı kəndində de bu sözü dedim. Ben elə bax, o ağladığınıza göre o şeiri burada da diyeceğim. Benim yazdığım şeirin bir bəndini diyeceğim size ki, oğlum can veribdi vətən yolunda, Can. qeyrət vardı damarında, qanında. Fəxr elə ki, oğlum Tanrı yanında. Ağlama, ağlamaz şəhid anası. Qəhrəman anası ağlamaz. Qəhrəman anası oğluyla qürur duyar. Çünkü sizin balanız sizin yox, bizim hər birimizin namusunu, şərəfini qoruyub vətən yolunda gedibdir. Çok sağ ol. Və bütün xalq sizin kimi şəhid qəhrəman analarına borçludur. Biz də bugünkü gündə bir vicdan borcumuzdur ki, bizim gəlib sizi ziyarət etmək. Bugünkü gündə Ağcabədinin çoxdur. 13-14 ilə Hindar qəsəbəsinin paylaşır. 3 bu kəndin, 3 yuxarı Qəmadının, Hacıbədəli kəndində də çoxdur həmin günü olanlar və rayonumuzun digər bölgələrində də, Boyat kəndində də var. Yəni 30-dan yuxarı bizim bunların Ağcabədinin payına düşən. 42 uşaqdır. Bəli. Allah sizi var eləsin. Allah sizlərə bərəkətli və sağlam ömür versin. Hər an sualı verirəm, sizə də sual vermək istəyirəm. Birincisi ağırdır, amma bir xatirədir bugünkü gün sizin danışdıqlarınız. Son dəfə gəlişi yadınızdadır. Əlbəttə 31 günü evimizdə olur. Səhərdən axşamdan atası gətirib. Gecəni bizimlə bayram keçirib. Ayın 1-i günü burada toy mərasimi olub. Atası göndərir ki, ged iştirak elə gəl. 2 yerdə olub. Birinə bunu göndərib, birinə də özü gedib. Akşam yığılıb stol başına, gene hemen bayram kimi bayramımızı tekrar edip oturup yiyip içtiğimiz yerde maşın da gelip karşı kapıya deyir ki getməlisən. Getməli deyiləndə tabii biz onu çöre bilmezdik. Kürək silahlı, döyüş aparır, iştirakçı olur, oranın əskəridir. Düzdür, ağladım, sarıldım ona. Gitmeyeyim dedim ki git yine. Allah'ın Kur'an'ı hakkı dediği sözü o kucakladı. Ben dedi gideyim ona gitmeyeyim. Dedim git yine korkma. Git. Torpak koruyorsunuz. Biz sizin karşınızı kesebilmeliyiz. O kalbi bir maşında.
Bunun hemen o Elşəni, Qaraxanı, təkrarən də bu. Allah haqqı kömək elədilər o qəlbiyə çıxmağa. Uşaqları yığıb post alınacaq deyə hamısını götürüb gedirdilər. Getdi, anasına da yaydı, gel ikicə kəlmə sözü oldu. Ağlama. Ana dediğim kızın arkasından gidersen dedi. Hele bu güne kadar onu ben ne oğluma ne kızıma açmamış. Çünkü o kızla hoşbaht olmaya hakkı var. Bu kentdə miydi, değil mi? Yukarı kentte. Hı. Sinif yoldaşıydı daha doğrusu. 32 il o sirri ürəyində saxlayırsan. 32 yılda hele ben o sözü kimseye dememişim. İnan ki, mən də istəməm bu evdə olmuşam. Deməyib, ana bu günlər 32 ildən sonra o sirri açır. Buranın adı hakkı, bak bu tam hakkı. And içire. Dediği söz ma oldu. Dediniz ki orada, benim o döşeğimin altında benim pulum var. Onu da götürersin. Dedim, Gerçi özüm- gedərsən. Yok, o manada yok. Yani dedi oraya koymuşam. Tələsiyirəm, gedirəm. Onu oradan götür. Özü işleyip burada pul almıştı. Kırım kırım özü kaçtıyırdı bir oğlan cavan kimi dana. Gələndə də əskər idi o. 19 yaşı, 20 yaşına geçirdi. Bir il əskərini çəkmişdi. Gələndə tayları, tuşları hörmət eləmişdi. Qoyub orada, bana da dedi ki onu oradan götür. Götürdüm, gördüm birinin üstü yazılıdır. Hemen pul, ben yazılı pulu, köhnə puldu. Onu saxlayıram. Saxlayırsan. Hemen o köhnə pulu saxlayıram. Mən də təzələri Gizlin yerdədir bu Tapdaq Hasan. Hə, Yox. aydın. çıxart. Çıxartmır. Heç çıxartmır. Heç mənim balalarımın hələ biri bilmir onu. Gecə gəlinə də göstərmişəm, bunu niyə yazılıdır, demişəm o pay gəlib. O vaxt namıqla təbrik üçün verirlər. O elə köhnə puluydu deyə, qoyub fotoqrafda saxlayır. O dövrün pulu. Hə, onu deyəsən sevincə verdiyim muzeyə, yox, dəsən qaldı. Bəlkə də tapacam indi hardasa və ya götürüb. Çıxdı. Çıxanda dediyi də söz oldu mu? Arkasınca atası sabahı günü getdi, onu posta qoymadılar görməyə. Dedi, get sabah özüm arxamca gəlir. Biz qayıtdıq, getdik, xəstə vardı. Hind arxından çıxanda xəbər tutduq ki, uşaqlar mühasirəyə düşüb. Güclü də duman vardı. Bəli, İnanmadım gözümə. İnanmadım qulaqlarıma ki, nə mühasirəyə düşüb. Nə, harda ola bilərəm. Bir həftə atası deyərəm ki, sağ ol. Onlar posta mühasirəyə düşdüyü yerdən heç kəs onu evinə gətirə bilmədi. Qaldı çöllərdə. Aylarla. Getdi Gürcüstan postundan keçməyə, üstünə başına silah çəkdilər maşında, yenə də aralaşmadı. Getdi Beyləqan postundan irəli burada yol var. Deyirlər Samalyaya düşəcək, əsir gətirəcəklər. Orada polislər qovub çıxardıb. Nə qədər ağac, susuz çöllərdi. Ağlama ana. Axırı Allah dözmədi. 58 yaşına idi ki. Allah səbrini versin ana. Sağ ol. Biz də buradan indi gedirik Hindak qəsəbəsinə də getməliyik. Allah, Yuxarı hə. gəlmədindən gəldik. Allah dedim bir 5 dəqiqə, 10 dəqiqə gəlim. Çox Amma sağ ol. biz bilsən bax sən elə ağlayırsan deyəm biz bura tez gəlmirik. Bir gedəcəyik ana səhhəti də hə. Sinirlərim Ağlama. hamısı. Yox, bax ağlama, qürurla dur. Çünki sən oğlum elə bir yolda gururlu gəlir. olmuşam. Uşaq yanında bir dəfə oturub ağlamamışam ki, uşaqların qəlbi olmasın. Hə, amma elə bu yunda. Amma özümdən asılı deyil. Bildim. 2 ildir valensalarda yatam. Bilirəm, elə səhhətimə görə deyəm də biz də peşman olmayaq ki, biz gəldik ananı ağlatdıq, ananı tayda bir Yox, barada yox, çox təzyiqi xoşdur. qalxar. Elə bir Ay. ürəyimi boşaltdım. Hə, baş ver. Elə bir ürəyimdə qalanlar. Hə, o 32 ildə saxladığın o söz dedin, hə. Hə, ağlama, xahiş edirəm. Ağlama. Bir əskər yoldaşı da var idi, Fəxrəddin Cəbullayev. Kırdalanla. Onunla bir yerdə əskər olub, bir yerdə də gəlmişdi burada posta. Hər post özünü gətirəndə atası o. Sağdı o. Fəxrəddin sağdıysa? Fəxrəddin yox, onunla getdi də. Eləmi Orada, orada? o da çıxmadı. Onun düzdəyib qardaşım az da bilir. Neçə ilə atası gəldi kəstirdi buranı, onunla beraber getdi, qaldılar o posta.
Saqqal uzadıb qoymuşdu bura. Sonra yazıq o da dözmədi, getdi. Allah Ondan sonra axtaranı səbrin versin. Ana, Allah səbrin versin. Allah sizə də səbir Bizə də indi versin. Can sağlığı versin, can sağ ol, sağlığı. var ol. Bax, ağlamasan, sən sərbəst olsan biz tez gəl burada gəl. Amma bax belə ağlama. Ağlama. İndi ağladın, ürəyi boşa rahatladın biraz. Biraz rahatlaşdım, elə Başı var. nə itirmişdim. Heç nə, heç nə. Axtarmayın. O bir 32 ildən sonra o mənim qismətim oldu ki, o söz dilindən çıxdım, ilk eşidən mən oldum. Ağlama. Oldu mu? Allah Mehman sənin də köməyin olsun. Çox sağ ol, var ol. Bu da 2016-cı ildən mənimlə bərabər bax bu belə tədbir günlərində, şəhid anımların günlərində, şəhidlərimizin doğum günlərində, eləcə də bax belə bir analarımızın ziyarətində gəlib iştirak edirəm. Mehman sənə də təşəkkür edirəm. Çox sağ ol, var ol. Ana, Allah sizə səbir versin. Sağ olun. Allah o günü arzu edirəm şad xəbər qismətiniz olsun. Sağ olun. Ona arzu edirəm. Sağ ol Mehman.